Korkum budur, cavanlar içi bu duraqlaylar. Bunların içində nənəsi cavan ölən olar. Doğrudan nənə böyük nimətdir oladım başımda. Allah göstərməsin oğul ola qız ola nənəni cavan əldən. Nənə böyük dayaqdı insana. Ürəyimə gələndə deyər qoy gedim nənəm evinə. Gələr nəniyə dərdim deyəndə ürəyi boşalar. Amma əgər görsöz bayram günüdür, bir cavan oğlan üzün qoyub bir qəbrin üstünə, bil onun nənəsi cavanı. Allah 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 Allah, Əli Cəmilə diyor balaca balaları Zəhra dörəsinə. Əvvəldə Əli səslədi, Həbibəti Fatimə, gözün açmadı. Ondan növbə Həsənindi, Həsən səslədi, nənə, nənə. Xanım gözün açmadı, ay ağlayan gözlərizə mənim gözlərimi qurban. Zeynəb çağırdı, nənə mən Zeynəbim. Amma gözlər açılmadı. Dedi nənə, mən Hüseynəm, yumulan gözlərə qurbanəm anam. Gül kimin pər-pər olan peykərə qurbanəm ana. Mənə könək toxuyan əllərə qurbanəm ana. Allah verir. Aynen 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 aynen. Bilməyəm nən özdən nə cür ayrıldınız. Ay nənə söylənlər. Bəzi adam görərsən, deyər tabutu saxlayım, mən üzümü qoyum nənəmin üzünə. Ondan nənəmdən ayırım məni. Bəzi adam görərsən qəbr üstündə vida elər. Amma İmam Hüseyin bu cür vida elədi. O dodaqların qoydu nənənin ayaqlarına. Əyaqib yəhkiyəm, Kərbəlaya tez gələsən. Deməyəm oğlum Əli Əkbər öləndə gələsən. Yox nənə, onda gəlməsən ürəyim sınmaz. Deməyəm oğlum Əli Əsgər öləndə gələsən. Qasimim qana batıb fəzlim öləndə gələsən. Mənə minnətdir əbəl fəzlim öləndə gələsən. Ya Hüseyin